qardaş, mən dərdimi kimə deyim, mən sərimi kimə deyim, evimdə xəstəm var. Mənim adıma bir talış, bir anasının bacısını tanımayan, bir evin eşiyini tanımayan bir Elnur 2023-cü ildə məni çağırdı, apardı Bakıya iş adıyla səni paltar mağazinə düzəldəyim işləyəsən. Heç yandan gəlirim yoxdur. Mənə Allahdır, notariusda, nə bilim asan xidmətdə qol çəkdirdi. 7300-dən çox belimə vergi yığışıb. Sığorta açıb, bank kartları açıb. Mən kimə deyim dərdimi? Kim baxır? Bu vergilər böyüyünün adı nədir? Kimdir? Nəçidir? Mənim əlimdə ruhi xəstəlik kağızı. Məşdağada yatan adamam. 16 yaşımdan xəstəyəm mən. Mən heç nətər deyim, əsgəriyə də aparmadılar. Bu hara kimi şeşə gedir? Bunun dərdin kim baxır? Bunu bir dənə müraciət edirəm. Bu müraciətə kim baxayaq? Kim baxırsa desin. Bir dənə əlaqəyə çıxsın. Belə olmaz vallahi. Mənim pulum yoxdur. Kimsə bu dövlətdən istifadə eləyəcəksə, nəysə alayaq, satayaq, dövlətin vergisini verməyəcəksə, məndən ona aidiyyəti yoxdur. Məni heç yana işə götürmürlər. Evimdə xəstəm var. Çörək pulu alırdım qaşqın. 60 manat kəsdilər. Qaşqınam.